Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özündə hər cəhətdən uğurlu və sağlam olasan. Salam əziz dinləyicilər. Bugünkü podkastımızın mövzusu qədim dövrlərdən bəri insanların süfrəsində olan və həm qida, həm də dərman kimi istifadə edilən turp olacaq. Turp təkcə iti dadı ilə deyil, həm də sağlamlığa olan inanılmaz faydaları ilə seçilir. Qədim Misirdə fəhlələrə güc və dözümlülük vermək üçün turp yedirilirdi. Həmçinin Yapon mədəniyyətində uzun ömürlülük simvollarından biri hesab olunur. Turp tərkibi ilə həm şəfa mənbəyi, həm də bəzi hallarda ehtiyatla istifadə olunmalı bir qida hesab olunur. Onun həm faydalı, həm də zərərli cəhətləri gündəlik istifadədə böyük əhəmiyyət daşıyır. İndi isə gəlin bu maraqlı və faydalı tərəvəzin sağlamlığımıza olan təsirlərinə daha yaxından baxaq. Onun birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, o immuniteti gücləndirir. Tərkibindəki C vitamini və antioksidantlar orqanizmi gücləndirir. İkinci, o həzm sistemini yaxşılaşdırır. Liflə zəngindir və bağırsaqların işini tənzimləyir. 3. O qaraciyər və böyrəkləri təmizləyir. Çünki onda təbii detoks təsiri var. 4. O ürək sağlamlığını qoruyur. Turp xolesterini tənzimləməyə kömək eləyir. O dəri üçün faydalıdır. Sızanaqların azalmasına və dərinin parlaq qalmasına kömək edir. Və sonuncu, o aşağı kalorili və pəhriz üçün uyğundur. Nəzərinizə çatdırım ki, arıqlamaq istəyənlər üçün turp ideal qidadır. Amma bununla yanaşı, turpun bəzi mənfi xüsusiyyətləri də var. Gəlin onlara nəzər salaq. Birinci, o həddindən artıq istehlak edildikdə mədə qıcıqlanmasına səbəb ola bilər. İkinci, tiroid problemi olan insanlar üçün məsləhət görülmür, çünki hormon balansına təsir göstərə bilər. Üçüncü, böyrək daşı olan şəxslər üçün uyğun olmaya bilər. 4. O qan təzyiqini aşağı sala bilər. Hipotansiyondan əziyyət çəkənlər diqqətli olmalıdır. Və sonuncu da həddindən artıq istehlak edildikdə qaz və köp yarada bilər. Nəticədə turp təbiətin bizə bəxş etdiyi ən güclü super qidalardan biridir. Onun faydaları çoxdur, amma hər şeydə olduğu kimi balansı qorumaq çox vacibdir. Gündəlik qidalanmanıza turpu əlavə edərək sağlamlığınıza müsbət təsir göstərə bilərsiniz. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Sağlam qalın və növbəti podkastlarımızı qaçırmayın.